Bir daha akşamınız xeyir olsun deyirəm. Biz hal-hazırda, Gələk yəni inşallah. saat neçədir? Saat 1-ə qalır. Yəni biz gedirik. Haqqılı burada qalır, sağ olsun. Davam edəcək. Biz hal-hazırda 1500 manat pul yığıldı. Allah köməkləri olsun, dəstək olanları. Gəldi, Allah köməyi olsun. 20 manat İqbal Usta evində işləyən usta vermişdi. Onu gətirdim, verdim. 5 manat Qazi Həmid vermişdi. 5 manat da aşağı durardan bir qardaş vardı, o vermişdi. Gətirdim, verdim də onları. 1500 manat yığıldı, min şükür Allah. Allah dəstək olanlara can sağlığı versin. Ağam bir dənə də sən dua elə qoy. Allah'a and verirəm istəkcəlana, Allah'a and 30 verirəm gün qalıb hələ ki. ağamız İnşallah İmam olur. Səccada xatir. Bizim bu bacımız balasın, qardaşımız balasın, özü öz himayəsində saxlasın, özü öz xatirinə, buna dəstək olanlara can sağlığı 20 manat versin. gəldi emin Əsas dəstək olanlara Allah qorusun, dəstək olanların cibinə bərəkət versin. Allah minə Və vəzən bunu versin. Allah tezliklə bu xəstəlikdən şəfa əta eləsin, öz şəfa adı xatirinə buna gözəl şəfa versin, anasının, atasına gözəl evlad olsun, dövlətinə gözəl evlad olsun. Amin. Bunlar dövlət sevəndirlər, bu ailə dövlət adamıdır, bu ailə dövlətimizə həmişə məhəbbətlə, sevgi ilə, istəklə dövləti seviblər. Allah bunlara can sağlığı versin, Allah buna şəfa versin, buna dəstək olanlara da Allah can sağlığı versin. Takip sonra verin. Və bir daha hamımızdan xahiş edirik, kimin nəyə gücü çatırsa, hamı, yəni məbləğindən asılı olmayaraq, qəpiyindən asılı olmayaraq, Rafiqə dəstək olsunlar. Bugün kimlər xəstəyə imkansıza dəstək olursa Allah'a xatir, Allah özü minnət versin. Gecəniz xeyrə qalsın. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və etiramlarımıza can sağlığı, üç rəyli bayraq alsın, əldə silah, bizi qoruyan Allah ordunu qorusun. Gecəniz xeyrə qalsın, Allah sizləri var edin.